Fərqli giriş edib 3-cü videonu çəkmək qərarına gəldim. Qaba onu əlavə elədim, biraz duruş, biraz duz əlavə elədim. Sonra su əlavə eləyib başladım qarışdırmağa. Su əlavə eləyə qarışdırdım, daha doğrusu yoğurdum. Xəmiri yoğurandan sonra kənarda gözləməsi üçün üstünü səliqəli örtürəm, bağlayıram üstünü, qoyuram bir kənara. 15 dəqiqə falan gözlədirəm kənarda. Ondan sonra pərləri yuvuram, xırda-xırda doğrayıram, qoyuram bunları da bir qabda bir kənara. Sonrakı növbədə bizim elektron sacımızı silirəm, yandırıram. Ondan sonra xəmiri, gözlədiyim xəmiri hissələrə bölürəm, 10-15 hissəyə bölürəm təqribən, daha doğrusu kündələrə. Kündələrə böləndən sonra başlayıram bunları yaymağa çalışmağa. Yəni sözün əsl mənasında yaymağa çalışıram dost. Yəni axırda ortaya bir şey çıxardıram. Ondan sonra qoyuram üzərinə pərləri əlavə edirəm, tən yarısından qatlayıram yaydığım yuxanı. Kənarlarını bağlayıram, qızdırdığım sacın üzərinə qoyuram. Qoyandan sonra da çevirib yoxlayıram tam pişib, pişməyib bunu biləndən sonra çevirirəm. İkinci tərəfini də digər üzündə bişirən sonra qoyuram, yağlayıram. Və qutabımız hazırdır, nuş olsun. Ən sonunda da qoyuram boş qaba, bir də əla şərəf tutmağa çalışıram.